Nəhayət hamiləliyin ikinci trimestrindən hər kəsə salamlar. Birinci trimestrdən fərqli olaraq artıq daha sakin bir hamiləlik keçirirəm. Ürək bulanma və köp artıq ötən aylarda qaldı. Bu videonu çəkdikdə artıq 18 həftəlik hamiləyəm və qarnım çox da böyüyüb deməzdim. Artıq kiçik-kiçik baloncuq kimi bir hərəkətlər hiss eləyirəm, amma bu yenə də əminəm ki, 20-ci həftələrdəki uşaq hərəkəti kimi deyil, daha kiçik hiss olunur. Amma hiss etməyən valideynlər də varsa, bu da normal bir haldır. Əgər qarnınız hələ də tam çıxmayıbsa, bu da normaldır. Qarnınız çox çıxıbsa, bu da normal haldır. Daha öncə qeyd etdiyim kimi, insulin dirəncim olduğundan dolayı aktiv həyatıma və qidalanmama fikir verdiyimə görə hamiləliyin başlanğıcından bu yana 5 kiloqram çəki itirmişəm. Çəki itkisi yaşayan bir çox hamilələr ola bilər. Bu insulin dirənci və yaxud da qidalanma ilə asılı olmaya da bilər. Çünki ilk trimestrdə çox qaytardığımıza görə istər-istəməz yediklərimiz bədənimizdə qalmır və bu da artıq çəki itkisinə gətirib çıxardır. Və yaxud da artıq çəki artımı da olmuş ola bilər. Dediyim kimi hər bir bədən fərqlidir. Bu da çox normal haldır. İkinci trimestrin ilk həftələrində qızımın hərəkətini hələ tam hiss etmədiyimdən dolayı çox narahatçılıqlar yaşayırdım. Düşünürdüm ki, bəlkə orada nəsə qaydasında deyil ki, bundan bağlı bir video çəkmişdim. Düşünürdüm ki, hər şey qaydasındadırmı yoxsa yox. Bu kimi hallar yaşana bilər. Amma maksimum dərəcədə özümüzü rahat saxlamalıyıq. Çünki biz narahat olduqda o da bizim narahatçılığımızı hiss eləyir. Bu dövrdə artıq daha həssas və kövrək olmuşam. Ən adi bir məsələ belə məni çox düşündürür, çox kövrəldir. Oturduğum yerdə belə ağlaya bilirəm və düşünürəm ki, bu hamiləliyin sonlarına yaxın daha da çoxalacaq.